Danışır Bakı. Köhnə yeni radyo. Hər gün səslənər dalğalar, hər an ucalar nəğmələr, elə xəbərlər daşıyar evə, xəbərlərlə gələr. Axşamınız xeyir əziz dinləyicilər. Köhnə yeni radyonun studiyasında Əli Məhəmmədoğludur. Səsini, radio mənim, gözlərik hər an biz, dizlərik hər an biz, mehriban səsini, radio. Hərdən xəyalən ömür yollarına dönürük, keçmişə boylanırıq. Bütün ömrüm bu son illərə qədər, yəni radionun həyatında səhər dururdum, işə gəlirdim, dərsə gedirdim, dərsdən gəndə gəlirdim, belə yaranmışdı. Onun üçün mənə həqiqi mənada çox doğmadı. İlləri qova-qova irəli gedərkən, nədənsə hərdən ötən günlərin həsrətini çəkir, qayıtmaq istəyirik bir də o vaxtlara. Boylanırıq, baxırıq, o günlərdən şirin xatirədən başqa əlimizə heç nə keçmir. Yaşananlar əbədi deyil. Bitdiyi an bir müddət düşüncələrdə qalır. Daha sonra xatirələrdə yaşayır. Və xatirələrdən də unudulub gedir. Xatırladan olmasa. Bəzi xatirələr üzündə təbəssüm yaradır. Bəzi xatirələr ürəyi ağrıdır. Bəzi xatirələr isə hər gözünü yumanda hər dəfə sanki yenidən yaşanır. Universitetin Şarkışçılıq Fakültəsinin Türk şöbəsini 1967-ci ildə bitirdim. 66-cı ildə mən buraya diktor praktikant vəzifəsinə qəbul oldum. Səslər də xatirələr kimidir. Yaddan çıxmır, unudulmur. Nəinki xatirələr, hər dəfə bu dəhlizlərdən keçib studiyaya daxil olanda bir anlıq duruxursan. Fikirləşirsən ki, bir vaxtlar bizimlə çiyin-çiyinə çalışan, indi isə haqq dünyasında olan dostlarımız da bu dəhlizlərdən keçib, bu mikrofonları açıb, beləcə dinləyicilərlə ünsiyyətdə olublar. Elə bizə də mikrofonla davranmağı, dinləyici qəlbini ovsunlamağı məhz onlar öyrədiblər. Yaş fərqimizə baxmayaraq dostcasına davranıblar bizimlə. Hər sözləri, söhbətləri də bizim üçün əbədi bir xatirəyə çevrilir. Aktyorlar, rollar. Bizimdir ki, tamaşaçılar, Azərbaycan SSR xalq artisti Vera Karlovna Şiryeni Səməd Vurğun adına Rus dram teatrının səhnəsində görürlər. Vera Şirye, klassik əsərlərdə, müasir Sovet və Qərb dramaturqlarının pyeslərində bir çox rolda çıxış edib. O, teatrla birlikdə böyük və mürəkkəb bir yol keçib. Bu xatırlananlar arasında Sabutay Quliyevin adını böyük hörmətlə yad edirik. Elə indi də həmkarım, Respublikamızın əməkdar artisti Sevil Hüseynli ilə bərabər Sabutay müəllimi bir daha xatırlayacağıq. Köhnə yeni radyo. Sevil xanım, xoş gördük. Çox sağ olun, xoş gününüz olsun. Sevil xanım, Bəli. səni bilmirəm. Sabutay müəllim mənim üçün o qədər doğma, o qədər əziz, o qədər, nə deyim sizə, belə hörmətini, xətrini istədiyim, ömrü boyu minnətdar olduğum insanlardan biridir. Elə mən də həmçinin sizin kimi fikirləşirəm. Adicə, Sevil xanım, əvvəlcə mən indi səndən biraz qabaq gəlmişəm də radioya. Bəli. Mən gələndə Sabutay Quliyev proqram şöbəsinin baş redaktoruydu. Proqram və buraxılış şöbəsinin. Mənim səsimə qulaq asdı Ramiz Mustafayev, Allah rəhmət eləsin, o vaxt baş diktorumuzdur. Deməli, Sabitə müəllimlə birlikdə
Aydın müəllimi sonra çağırdılar. Biraz nətər deyərlər, gedib gələndən sonra, biraz oxumağım belə yoluna düşəndən sonra Aydın müəllimi çağırdılar, onun da rəyini soruşdular. Ondan qabaq Soltan müəllimi də çağırmışdılar səsimə qulaq asmağa ki, bunun səsi necədir. Deməli, mən bir epizod ömrü boyu onu ürəyimdə saxladım. Axıra yaxın lap belə aramız lap yaxın olanda özünə dedim, özü də çox mütəəssir oldu. Deməli, eşitdim ki, mən studiyadan çıxanda gördüm Ramiz müəllimlə nəsə danışırlar. Gördüm Ramiz müəllim deyir ki, əşi, o qədər ləhcəsi var ki, bunu düzəltmək çətin məsələdir filan. Gördüm Sabitay müəllim dedi ki, Ramiz, gözəl səsi var. Mənə belə gəlir ki, dəyər bundan məşğul olmaq. İndi 1-2 ay məşğul ol, gördüm bir şey çıxdı, çıxmadı. Deyərik ki, yaramadın, qoy geçsin də. Hər halda sən məşğul ol. Bax, bu sözü mənim qulağım çaldı və Ramiz müəllim razılaşdı bundan. Doğrudan da sonra Ramiz müəllimin özü ilə də dost olduq, nəhayət ki, məni qəbul elədilər filan. Sonra da Sabitay müəllimlə baxmayaraq ki, aramızda bir xeyli yaş fərqi vardı, o qədər biz, necə deyərlər, yaxınlaşdıq, dost olduq ki, nə bilim, bundan artığın mən təsəvvürümə gətirə bilmirəm. O qədər bizim aramızda belə ünsiyyət, dostluq, yoldaşlıq, həmkarlıq, özü də ki... Çox sadə və səmimi idi, ona görə elə. Çox sadə, həddindən artıq. Dostluğu çox tez əmələ gəlirdi. Bəli. Həyatda insanın, necə deyərlər, həyat məktəbinə hazırlayan insanlar çox olur. Müəllimlərdir, biz onlara müəllimlərimiz deyirik. Bəli. Məktəb müəllimi olur, sənət müəllimi olur. Necə ki, məktəbdə sənə ilk dəfə ana kəlməsini yazmağı öyrədən, qələm tutmağı öyrədən ilk müəllimin olur. Və onu necə xoş xatirələrlə, həmişə o müəllim ilk müəllim, ən əziz müəllim olur insanın həyatında. Çünki hər dəfə onu xatırlayanda qayıdırsan uşaqlıq illərinə, o çətin anlara ki, sən necə çətinliklə o qələmi tutub kağızın, vərəqin üzərində gəzdirib hərfləri yazmağı öyrənirdin. O müəllim sənə necə səbirlə yanaşırdı, necə məhəbbətlə, qayğı ilə yanaşırdı. Və mən də həmişə sənət müəllimlərimi xatırlayanda ilk növbədə Sabitay müəllimi xatırlayıram. Çünki baxmayaraq ki, mən elə məktəbli illərimdən, orta məktəbdə oxuyan vaxtlardan bu şirkətə gəlib getmişəm, verilişlərdə iştirak eləmişəm, televiziyada, radioda verilişlər aparmışam. Az-çox məlumatım var idi sənətdən. Amma sənətin sirlərini necə deyərlər, mənə öyrədən radioda işə qəbul olunandan sonra ilk müəllimim Sabitay Quliyev olub. Mikrofonla davranmağı, necə oxumağı, hansı tempdə oxumağı, ondan sonra düzgün o vərəqləri hətta götürüb necə çevirməyi, bax bu incəlikləri, efir mədəniyyətini və bu incəlikləri mənə öyrədən Sabitay müəllim olub. Mən Sabitay müəllim haqqında təsəvvürüm var idi. Yəni bura gələnə qədər, işə qəbul olunana qədər. Onu futbol reportajlarından tanıyırdım, eşitmişdim, radioda eşitmişdim və bura gəlib getdiyimə görə uzaqdan da görmüşdüm. Belə təsəvvürüm var idi bu insan haqqında. Amma nəysə belə çəkinirdim. Həm yaşım çox böyük yaş fərqi var idi. Belə zəhmli idi. Mənə elə gəlirdi zəhmlidir. Adama belə gəlirdi ki, bu adamla heç ünsiyyət qurmaq olmaz. Yox, elə fikirləşirdim ki, yox, mən o hara, mən hara, mən də onunla bir yerdə oturub söhbət eləyə bilmərəm. Amma təsəvvür edin ki, nə qədər sadə imiş bu insan. Tanış olandan sonra tamamilə təsəvvürüm dəyişdi. O gür səsli, özünə məxsus oxu tərzi olan Sabitay müəllim sənimi sadə bir insan imiş. Çox səmimi, çox belə ünsiyyətçil, çox mehriban bir yoldaş oldu, iş yoldaşı oldu həm də. Və mənə çox şeyləri o öyrətdi. Dalğın baxışlarla oturmuş gəray, çəkdiyi qəlyandan süzülür duman. Durmuş huzurunda qul kimi saray, yenə qəzəblidir o heybətli xan. Sarayı çulqamış ağır bir sükut, dəhşət var hamının tutqun gözündə. Xanın o saralmış solğun üzündə əks edir kədərli qəmli bir bulut.
Qəlbində intiqam ateşi mi var? Orduda suiqəst duyulmuş nədir? Cenvədən ona bir hədə mi gəlir? Baskın mı yetmişdir yoxsa dağlılar? Köhnə yeni radyo. Sevil xanım, bu arada bizim həmkarımız, Respublikamızın əməkdar artisti İradə xanımın da xatirələri var. Onu da dinləyək, sonra söhbətimizi davam edək. Mütləq. 1977-ci ildə Azərbaycan radiosunda işə başlayarkən burada böyük bir təcrübəli diktor ordusu çalışırdı və bu ordunun əskərlərindən deyərdim biri də Sabutay müəllim Quliyev idi. Sabutay müəllim çox gülərüz, mehriban, gənclərin qayğısına qalan bir insan idi. Həm də çox baməzə adam idi. Mənim yaxşı yadımdadır, bizi belə tərbiyə eləyiblər ki, evə qonaq gələrkən çay verəndə bu çayın rəngi nə qədər tünd olursa, güya bu qonağa hörmət əlamətidir. Sabutay müəllim də məndən çay istəyərkən həmişə onun üçün elə tünd çay verirdim ki, bir dəfə kişi mənə qayıtdı ki, ay qızım, sən deyəsən mənə öldürmək istəyirsən. Dedim, Sabutay müəllim, niyə belə deyirsiniz, Allah eləməsin. Qayıtdı ki, mənim ürəyim xəstədir, sən mənə belə tünd çay içirdirsən. Sabutay müəllimlə mən birinci dəfə Günün Səsi proqramını oxumuşam. Bu yarım saatlıq xəbərlər proqramı idi və onu biz əvvəllər mütləq iki səslə, qadın kişi səsi oxuyardıq və mənim də bəxtimə düşmüşdü. İlk bu xəbəri mən Sabutay müəllimlə bir yerdə oxumuşdum və bu xəbəri oxuyub studiyadan çıxandan sonra Sabutay müəllim mənim alnımdan öpdü və dedi ki, qızım, sən çox gözəl oxudun bu xəbəri. Bu mənim üçün onun tərəfindən verilmiş böyük qiymət idi. Sabutay müəllimin xoş bir avazı var idi. Onu eşidənlər hamı onun, yəqin ki, onun özünə məxsus danışıq tərzini, oxu tərzini yaxşı xatırlayırlar və bir neçə ildən sonra onun oğlu Elxan bizimlə işləyərkən elə bil ki, bu xoş, ürək oxşayan, ürəyə yatımlı bu avaz onun da səsində özünü biruzə verirdi. Elxan da çox qabiliyyətli, qanacaqlı, tərbiyəli, gələcəyə çox böyük ümidlər verən bir diktor idi. İşində səliqəli, diqqətli, studiyaya vaxtında gələn, gedən, o qədər bu uşaqda müsbət enerji var idi. Böyük məmnuniyyətlə mən onunla bir briqadada işləyirdim. Və çox təəssüflər olsun ki, Talih onu da bizə çox gördü və Elxan bizi çox vaxtsız tərk elədi. Allah qəni-qəni hər ikisinə rəhmət eləsin. Biz Sabutay müəllimin yadigarını qoruya bilmədik. Əcəl buna imkan vermədi. Və mən bugün çox şadam ki, məni xatırlayıb dəvət eləmisiniz bu studiyaya və mən hər iki iş yoldaşım, həmkarım haqqında, düzdür, bu mənim üçün ağırdır, çünki onların heç biri həyatda yoxdur. Amma gözəl, işıqlı xatirələri həmişə bizimlə yaşayır. Biz heç vaxt onları unutmuruq. Allah qəni-qəni hər ikisinə rəhmət eləsin. Köhnə yeni radyo. Sevil xanım, Sabutay müəllim həm də incə yumora malik. Bəli. Çox gözəl, belə yerində lətifələr danışan, ondan sonra adamın o pis əhval-ruhiyyəsini bir anda yox eləməyi bacaran bir insanıdır. Bəli. Yanınıza düşür belə şeylərdən? Yadıma düşür, bəli. Xatırlayıram, bir hadisə baş vermişdi. Mənim təzə gəldiyim vaxtlar idi. 1-2 ay olardı bəlkə işləyirdim. Özdəki bahar vaxtına düşmüşdü də. Yaz əkini, belə məhsulların əkilməzi. Biz kənd təsərrüfatına aid xəbərlər oxuyurduq. Oxudum xəbərləri. İndi də utanıram, xəcalət çəkirəm. Amma olan işdir də. Oxudum, deməli Gədəbəy rayonunda kartof əkini haqqında söhbət gedirdi. Mən də onda axı iki səslə oxunurdu da, qadın kişi səsi. Bu kolxozda bu qədər, bu kolxozda bu qədər səpin oldu. Mən kartof dedim.
Hə, adi danışıqda biz Bəli, elə bəli, demişik. Bilmirdim ki, bu kartofdur. Elə həmin anda mən cümləni qurtaran kimi, balaca pauza olan kimi söndürdü mikrofonu. Mənə qayıtdı, dedi ki, kartof yox, kartof. İnanırsınız, bax o cümlə, o söz necə mənim beynimə həkk olundusa, indiyə kimi elə bilirəm Ki, yəqin fikirləşib ki, ardı var axı, yenə də oxuyacaq. Bəli, orada da abiyabırçı çıxır da. İndi həqiqətən fikirləşəndə orada necə kobud səslənirmiş. İndi inanırsınız, elə o qədər mənə belə o söz təsir elədi, yəni yaxşı mənada. İndi də elə bilirəm ki, dünən olub. Bax, bu da indicə olub bu əhvalat. O qədər mənim xatirimdə. Özü elə qəribə bir üzündə təbəssümlə bir şeylə dedi ki, belə yəni ki, mənim acığıma gəlməsin, mənim xətrimə dəyməsin də onun mənə iradı. Bax, Sevil xanım, indi deyirsən, mənim də yadıma mən təzə gəlmişdim. Daha ad çəkmirəm, bu diktorlardan biri görünür nəsə bir sözü düzgün oxumamışdı. O söz indiki kimi yadımdadır. O diktorun da adı yadımdadır. Sadəcə bu elə şeydir ki, adını çəkmək istəmirəm. Açıqlamaq istəmirsən. Mən təzə gəlib gedirdim. Hələ əmrim təzə verilmişdi deyəsən. Hamı ilə gəlib gedirdim. Bütün növbələrlə. Bu deməli o əmr veriləndən təxminən bir ay səhərdən gəlirdim, saat 4-ə kimi otururdum. Bütün növbələri həm görürdüm, onlara həm alışırdım. Həm də ki, o iş prosesi ilə tanış olurdum. Deməli, Sabutay müəllim dediyim kimi mən gələndə baş redaktorudur. Proqram buraxılış. O vaxtda diktor otağı ilə o proqram şöbəsinin arasında bir dənə balaca pəncərə vardı. Orada deməli, o biri tərəfdə otururdu Sabutay müəllim, Soltan müəllim, Maya Bayramova, Allah can sağlığı versin. Və bu 3 nəfər, əsas bu 3 nəfər. Bizim otaqda da ki, Ramiz müəllim baş diktorudur. Aydın müəllimin özünün ayrıca otağı vardı, baş rejissorudur. Bir də diktorlar. Deməli, mən bir gün gəldim, oturmuşdum. Növbədə olan diktorların birini çağırdı pəncərədən. Day o başqa özün göstərən adamlar kimi ay yanıma gəl falan yox. Gəldi pəncərədən falan kəs. Gedəndə bir məni görərsən. Gedəndə məni görərsən düdü baş üstə Sabutay müəllim. Getdi. Özü də o qədər sadə adamıdır ki, deməli bəlkə də bir mən ona Sabutay müəllim deyirdim də. O qalanlar mən yaşda olan adamların hamısına Sabutay belə o qədər deyirdilər. Bəli. O qədər özün belə sadə aparırdı, nətər deyərlər. Çox belə özün elə bil ki, o eyni nətər deyərlər, səviyyədə elə bil ki, yaş fərqinə baxmayaraq bunlar eyni səviyyədə adamlardı. Hə, deməli mən yadımdadır ki, o adam işin qutardı, keçdi onun yanına. Dedi ki, keçən gün sənə qulaq asırdım. Sən bir cümləni belə oxudun ki, Cami Novruz. Cami Novruz əvəzinə Cami Novruz. Cami Novruz Novruz məscididir. Bəli. Amma Cami Novruz Novruzun camı. Dedi, sən onu düzgün oxumadın. Cami Novruzdur. Dedi, növbədə bunu sənə demədim ki, fikrin qalacaq onun yanında, bütün günü elə o qalacaq fikrində. Fikrin dağınıq olar. Fikrin dağınıq olacaq. Ona görə dedim, gedəndə məni gör ki, gedəndə deyim sənə ki, get gecəni fikir et, səhər yenə yeni fikrindən işə gəl. Bax, onda bu cür mədəniyyət, bu cür efir mədəniyyəti. Düzdür. Onu növbədə ona demədi ki, birdən fikri qalar onun yanında. Bu növbəni düzgün yola verə bilməz, fikri qaldı həmin sözün yanında. Mənim əhvalatımda da elə də, yəni fikirləşib ki, bu böyük bir xəbərdir, yəqin ki, yenə də təkrarlanacaq həmin söz. Qoy mən həmin dəqiqə bu qıza deyim ki, daha onu belə deməsin. Özü, yenə də deyirəm, elə gözəl üzündə ifadə oldu ki, onu deyəndə məndə. Yəni, mənim heç xətrimə də dəymədi. Əksinə, mən minnətdar oldum. Çox minnətdar oldum. Bu dediyim, bax, bu epizodda həmin şeylərdən biridir. Sabutay müəllim irad tutanda da heç vaxt onu indi qəlbə dəyməzdi. Baş redaktordur, qışqıra da bilərdi, bağıra da bilərdi. Nə cürə desəm bunu ixtiyarı da vardı. Məsələn, indi o səlahiyyəti də çatırdı da. Sovet dövrü özdə məsələn orada baş redaktorun kəsdiyi başa necə deyirlər, sorğu-sual yoxdur.
Amma o qədər nəzakətlə, o qədər incəliylə o iradları da necə çatdırırdısa, insan ona ancaq minnətdar olur. Sevil xanım, bu yerdə yenə də həmkarımız, Respublikamızın əməkdar artisti Eldos Bayramın da xatirələri var. Qulaq Onu da asaq. dinləyək, sonra davam eləyək. Mən 1972-ci il aprel ayının 1-dən Azərbaycan radiosuna diktor təcrübəçi kimi qəbul olunmuşam. Mən gələndə diktor sənətinin beşiği başında hər birisi ayrıca bir məktəb olan korifeylər dururdu. Soltan Nəcəfov, Aydın Qaradağlı, Ramiz Mustafayev, Sabitay Quliyev və sonra gələn nəsillər Yusif Muxtarov, Davud Əhmədov, Qaratağzadə, Əli Məhəmmədoğlu. Üçlük, əsas o üçlük idi. Aydın Qaradağlı, Ramiz Mustafayev və Sabitay Quliyev. Hərəsinin öz oxunuş xüsusiyyəti vardı. Oxu yolu vardı. Biz Aydın Qaradağlı, məsələn, səsini eşidəndə, qulaq asanda haradasa qəlbə bir həzinlik yayılırdı. Ramiz Mustafayev oxuyanda qürur hissi duyurdu. Sabitay Quliyev isə o öz oxusu ilə elə bil həyat eşqi gətirirdi adama, insana. Sabitay müəllimin onların hər ikisindən fərqli bir oxurur, bir özünə məxsus orijinal oxu manerası vardı. Gözəl diktor idi. Mən o vaxtlarda eşidirdim ki, o anlar olub, o vaxtlar olub ki, dinləyicilər, məsələn, hardasa saatlarla desəm bəlkə də çox olar, nə qədər müddət o dirəklərin altında dayanıb gözləyiblər ki, dayanın Sabitay Quliyevin çıxışı olacağında Sabitay Quliyevə qulaq asaq. O vaxtlar. Sabitay Quliyevin başqalarından fərqləndirən ikinci bir cəhəti onun son dərəcə savadlı olması idi. Çox savadlı idi, mübahisəni sevərdi və o mübahisə eləməyə də əsası var idi və öz dediyini də sübut edirdi. Və onun tərəf müqabilləri, qadınlar deyirdilər ki, Sabitay birinci cümləni oxuyanda hardasa ortadakı cümlələri artıq düzəldirdi, oxuya düzəldirdi. Təsəvvür edin, mən Sabitay Quliyevin məsələn çaşdığını görməmişəm. Heç vaxt görməmişəm ki, efirdə də eşitməmişəm ki, Sabitay Quliyev, yaxud da kimsə desin ki, Sabitay oxuyanda çaşdı. O düzdür, o Aydın Qaradağlıya da aid idi, Ramiz Mustafayevə də və o birilərinə də aid idi. Onda ümumiyyətlə çaşmaq olmaz. Sabitay Quliyev son dərəcə savadlı olmağı ilə o oxuduğu materiallara qeyri-adi bir rəngarənglik verirdi, məmnuniyyətlə qulaq asırdın ona. Bulağın suları busələr saçar onların füsunkar gözəlliyinə. Buradadır yenə də o hərəm əri, duyğusuz daş kimi nəzərləri ilə seyr edir bu çılpaq gözəllikləri. Dolaşır hər gecə hərəmdə belə, sakit addımlarla gəzirər yeri. Zərif xalılardan bir kölgə keçir, bütün yataqları yoxlayır bir-bir. Qapılar əmrində, o dönməz geri, daim keşik çəkər nəzarət elər, şirin yuxudaykən yazıq hərəmlər. Dinlər hər nəfəsi, hər pıçıltını, hər çəkilən ahı, hər qımıltını, azğın bir canavar hirsiyle güder. Yazık o şahsa ki, bilmez rüyada, pıçıldar nagahan mehriban bir ad veya qalbə məhrəm bilib dünyada, dostuna sir açıb etmiş etimad. Köhnə yeni radyo. Biz onun nəzakətli olmağından, mehriban olmağından danışdıq. Mən bunu onun ailəsində də hiss eləmişdim. Yəni o öz ailəsinə qarşı da çox belə mehriban idi. Elə həyat yoldaşından da nəzakət xanımı idi. Bəli. O yeganə ailə idi ki, mən ora yoldaşımla getmişəm. Məsələn, mən bütün, sən də işi qarışıq, o adam yoxdur ki, mən onun evində olmayım. Bəli, bəli. Nə münasibətinənsə, Bəli. hansı bir səbəbdənsə, sizin evinizdə, hamınızın evinizdə olmuşam. Amma mən yoldaşımla yeganə
onlara getmişəm. Sabitay müəllimin ölümündən sonra biz Elxanla da onun Elxan, oğluyla Allah rəhmət min eləsin. rəhmət eləsin ona. Heyf, çox heyf. Qəbrin nurla dolsun. Elə o nəslə aid, o nəslə layiq də bir Layiq. oğlan idi. Bəli. O qədər mədəniyyətli, o qədər həmişə deyirdilər ki, babasına çəkib. Babası da onun çox respublikamızda o gözəl ziyalılardan biri olub universitetdə Müəllim rus dilindən dərs bəli. deyirdi. Deməli, yəni ona gətirirəm ki, bu adamın ailəsi də çox gözəl. Çox gözəl, İndi çox. Nəzakət xanım bizi izləyirsə, onu salamlayırıq. Allah can sağlığı Allah can versin. sağlığı versin. Allah O səbir ocağın- versin ki, o bu ocağın cür çırağını Bəli, yandırır, o ocağın Allah onun çırağını ömrünü uzun yandırır, Allah eləsin, onun canına bəli. sağlıq versin. Yəni bax bu indi Sevil xanım, o danışdın Nəzakət xanımla ailəsindən yadıma bu epizod düşdü ona görə. Yəni onu demək istəyirəm ki, o çox biz necə bu kollektivdə belə mehriban idi. Ailəsində də çox mehriban idi. Olur insanlar ki, ailəsində mehriban olur, kollektivdə biraz sərt olur və yaxud da əksinə. Ancaq bu elə stabil bir xasiyyətli insan Bəli, idi də. bəli, bəli. Məsəl üçün yay vaxtı gələndə, yay fəslində hamı istirahətə gedirdi, elidi. O getmirdi. Deyirdi ki, Sabitay müəllim, bu yay dincəlməyəcəksiniz. Nərcə Peçyana getmək istəmir. Deyir, uşaqlar gedir. Nə qalırdı, Həm həm kollektivin, həm ailəsinin. ailənin qayğısına Bəli, qalırdı. çox, Amma çox. çox əfsuslar olsun ki, səhhəti onu necə deyərlər, Bəli, bəli. belə biraz son vaxtlar sözünə baxmadı, elə bil səhhəti bizim sıralarımızı tərk elədi erkən. Bir dənə o şeyə mən təsəlli tapıram ki, onun dediyi yerinə yetdi də, o istəyirdi ki, oğlu da onun davam eləsin. Düzdür, yerinə yetdi, amma çox heyflər olsun Çox ki, heyflər olsun ki, o da tez getdi aramızdan. çox erkəni, Bəli, çox vaxtsız getdi Özdə aramızdan. Sevil xanım. Özdə o cür Çox səsli, o qəribədir cür ki, mədəniyyətli oğlan, Çox aristokrat qəribədir ki, idi, o ziyalı vaxtı- idi. O vaxtı mən Elxan işə qəbul olunanda mən baş direktorudum da. Hə, yadımdadır. Deməli, Sevil xanım, bu Sabitay müəllim mənə dedi ki, Əli, onunla sən məşğul ol. Dedi, bay Sabitay müəllim, ayıb deyil, siz duran yerdə mən ondan nədir? Yox, mən istəmirəm o mənim yolumdan getsin. Mən istəyirəm ki, o başqa Bax, görürsünüz, bu da onun böyüklüyü. Sevil xanım, Sabitay müəllimi xatırladıq. Məncə bu verilişdə kifayət qədər danışdıq. Yenə də Sağlıq danışmaq olsun, olar, yenə də əlbəttə. danışmaq olar, amma Xatirələr çoxdur. verilişin özünün vaxtı var, Ölçüsü formatı var. var, ölçüsü var. Ona görə də mənə belə gəlir ki, kifayətlənək. Çox sağ ol. Gəldiyin. Dəyməz, mənim üçün çox xoşdur. Çox xoşdur ki, bax məni dəvət eləmisiniz. Mənim ilk müəllimim, sənət müəllimim. Bəli. Düzdür, müəllimlərim çox olub bu işdə, bu sənətdə. Amma ilk müəllim kimi mən həmişə Sabitay müəllimi xatırlayıram. Allah ona rəhmət eləsin. Bəstəkar və dirijor Niyazi. Çox zaman bu böyük musiqiçinin yaradıcılığını nəzərdən keçirəndə düşünürsən. Əgər Niyazi təkcə bəstəkar olsaydı, nə qədər arzu kimi mahnılar, Ras simfonik muğamı, Xosrov və Şirin operası, Çitra baleti kimi əsərlər yazardı. Azərbaycan musiqili teatr sənətinin yaradıcılarından biri, mahir aktyor Mirzağa Əliyevdən Niyazinin nə vaxt dünyaya gəldiyini soruşanda zarafatla belə deyərdi. Yadımda deyil, amma onu bilirəm ki, 1912-ci ildə mənimlə birlikdə Tiflisdə qastrolda olub. Niyazi həqiqətən atası Zülfüqar Hacıbəyovun rəhbərlik etdiyi aktyor truppasının Tiflisdəki qastrolu zamanı dünyaya gəlib. Bələkdə ikən Azərbaycan operası və musiqili komediyasının ilk təbliğçiləri ilə birlikdə oba-oba gəzib dolaşıb. Elə bir Niyazi yenicə ayaq açıb, ilk sənət bəhrələri gətirən musiqi sənətimizlə qoşa yaranıb və həyatda bir addımlamağa başlayıb. Artıq 70 il davam edən bu bağlılıq musiqili teatr sahəsinin janrlarının sərhədlərini çoxdan aşıb keçir. Doğrudan da elə bir sahə, janr yoxdur ki, Niyazi burada öz bəstəkar və dirijor sözünü deməmiş olsun. Mətni oxudular Sabitay Quliyev və Züleyxa Hacıyeva.
Köhnə yeni radio. Əziz dinləyicilər, bugün həmkarım Sevil Hüseynli ilə unudulmaz diktorumuz Sabitay Quliyevi xatırladıq. Ruhu şad olsun. Düzdür, ötən günləri xatırladıq, amma o günlərdə qalanlar, deyiləcək, danışılacaqlar o qədərdir ki, saatlar, günlər bəs eləməz. Bugünlük yekunlaşdıraq, soruya da nəsə qalsın. Köhnə yeni radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Gələn görüşlərədək dalğanı dəyişməyin. Azərbaycan Radiosu.